Bismillahirrahmanirrahim. Seyran Dadaşov. Şəşəşəv və ya uşağın altı axşamı. Hazırda Azərbaycanda yeni dünyaya gəlmiş körpə uşaqlarla bağlı bir sıra köhnə adətlər və tədbirlər az da olsa qalmaqdadır. Bu adət tədbirləri uşağın doğulduğu vaxtdan 3, 6, 7 gün və yaxud uşağın çiləsində, yəni 40-cı günlərində keçirilir. Bu qəbildən olan və ən çox Talışda keçirilən adət tədbiri uşağın altı axşamıdır. Həmin gecə uşağın yaxını olan qadın qohumları körpəyə baş çəkir, əzizlərinə göz aydınlığı verir və uşağa hədiyyələr gətirirlər. Zəmanəmizdə insanlar bu adətə uşağa baş çəkmək və əzizlərinə göz aydınlığı vermək üçün xoşniyyətli adi tədbir kimi baxırlar. Amma əksəriyyət bilmir ki, əslində bu qədim adət şadlıq tədbiri yox, uşağı şər qüvvələrdən qorumaq üçün olan çox məsuliyyətli tədbir kimi meydana çıxmışdı. Bəs bu şər qüvvə nədir və ondan uşağı necə müdafiə edirlər? Bu qədim adətin mahiyyəti nədən ibarətdir? Azərbaycanın bəzi bölgələrində olduğu kimi Talışda da bu adət körpənin 6-cı gecəsi keçirilir və Talışlar bu gecəni Şəşəşəv adlandırırlar. Bəs şəşə nədir? Şəşə adlanan şər məxluq Talış xalq mifologiyasının əsas obrazlarından biridir. Qədim mədəniyyətə malik olan Talış xalqının mifoloji təsəvvürləri də çox zəngindir. Talışda çoxsaylı mifoloji obrazlar olsa da, onlardan üçü daha çox məşhurdur. Bunlar Alajen adlanan dişi cin, Alamerd adlanan və Alajenin əri olan erkək cin və şəşədir. Talışların təsəvvürlərinə görə şəşə pişikdən kiçik, qadın simalı qara şər məxluqdur. O, körpənin doğulduğunu hiss edir və doğuşdan sonra 6-cı gecə körpəyə xətər yetirmək, onu öldürmək üçün onun olduğu evə gəlir. Otağa girən şəşə körpənin ağzına yaxın oturub boğazından yapışıb onu boğur. Buna görə də körpə doğulandan 6-cı gecə qadınlar körpə olan otaqda toplaşır və yatmayıb bütün gecə uşağı qoruyurlar. Onlar Allaha dua edir, çırağı söndürmür və beşiyi balıqçı toru ilə örtürlər. Qapının yanına yağlı çörək qoyurlar ki, əgər qadınlar yuxulasa, otağa girən şəşə yağlı çörəyi yeyəcək və körpəyə toxunmayacaqdır. Bundan başqa qapının ətrafına qovrulmuş buğda və un səpir, uşağın və anasının balışının altına dəmir əşyalar, əsasən xəncər, qayçı və başqa kəsici alətlər qoyurlar. Uşağın paltarlarına və beşiyinə dualar və amuletlər asılır. Elmi ədəbiyyatda şəşə adının birmənalı izahı yoxdur. Bir çox talışşünasların fikrincə şəşə sözü talış, fars və ümumən İrani dillərdə olan şəş, yəni 6 sözü ilə əlaqəlidir. Belə ki, bu məxluq uşağın doğuşundan sonra 6-cı gecə gəldiyi üçün ona 6 şəş sözünə müvafiq şəşə demişlər. Şəşənin gəldiyi gecəni isə şəşəşəv, yəni şəşənin gecəsi və ya şəşənin gəldiyi gecə kimi adlandırmışlar. Şəşə ilə əlaqədar Talış folklorunda bir sıra atalar sözləri və deyimlər vardır. Məsələn, kimsə gecə heç yatmadığını dedikdə ona məzə ilə "Bıçı hıtanış, şəşə qəttəbiş", yəni niyə yatmamısan, məgər şəşə tuturdun, deyə soruşurlar. Və ya şübhəyə düşən adama "Folonkası şəşə başda" kimi deyimlər vardır. Bu da şəşə obrazının Talışların fəlsəfi təsəvvürlərində müəyyən əhəmiyyətə malik olduğunu göstərən elementlərdəndir. Nəzərə alınmalıdır ki, digər xalqlarda çox doğru olaraq uşağın ömrünün ilk günlərini xüsusi təhlükəli hesab edirlər. Bu təhlükənin səbəbi isə uşağa təhlükə yaradan şər ruhlardır. Bu şər ruhları müxtəlif xalqlar müxtəlif formada təsəvvür edirlər. Məsələn, qədim türklər və tatarlar şəşəni mifik quş, bəzi digər xalqlar isə yarasa kimi təsvir edirlər. Dünya xalqlarında şəşə tipli təsəvvürlərin və körpənin ondan müdafiəsi üçün oxşar məzmunlu qədim adətlərin olması bu adətlərin səbəbsiz yerə meydana çıxmadığını göstərir. Eyni zamanda bu adətlər ruhi varlıqların olmasını təsdiq edir və onların xasiyyətləri barədə çox qiymətli məlumat verir. Hazırda elm insanlarının əlində bu məxluqları müşahidə edə biləcək texniki vasitə
və ya elmi metod yoxdur. Bu səbəbdən də min illər boyu ruhi məxluqlarla əlaqədar oxşar məzmunlu adətlərin icra edilməsi və eyni məzmunlu söhbət və rəvayətlərin danışılması bu məxluqların mövcudluğunu təsdiq edən ən əsaslı elmi dəlil kimi qəbul oluna bilər. Bəli, hazırda biz insanlar özümüzü çox müasir hesab edir və elmi texnikanın yüksək inkişaf etdiyi dövrdə yaşadığımıza güvənib, keçmiş zamanlarda yaşamış insanlardan daha ağıllı və dərrakəli olduğumuzu düşünür və özümüzü çox ali hesab edirik. Hesab edirik ki, şəşə, alajen, alamer, cin və digər kimi mifoloji obraz adlandırdığımız məxluqlar keçmişlərdə yaşamış avam insanların düşüncələri və nağıllarıdır və reallıqla heç bir əlaqəsi yoxdur. Amma dərindən düşündükdə, digər millətlərin adətlərini araşdırdıqda və qədim mənbələri öyrəndikdə aydın olur ki, bu heç də belə deyildir. Biz heç də düşündüyümüz qədər ağıllı və dərrakəli deyilik və köhnə insanlar isə düşündüyümüz qədər avam olmamışlar. Görünən isə budur ki, heç bir adət əsassız yaranmamışdır. Araşdırdıqda məlum olur ki, təbiətlə birbaşa əlaqəli şəraitdə yaşamış keçmiş insanlar təbii obyektlər, heyvanlar və ruhi varlıqlarla daha çox və birbaşa təmasda olmuşlar. Bu səbəbdən də onların xasiyyət və xüsusiyyətlərinə daha çox bələd olmuşdur. Keçmiş insanlar ruhi varlıqları bizdən daha yaxşı tanımış, şər ruhlu varlıqlardan müdafiə olunmaq üçün tədbirlər görmüş və sonradan bu tədbirlər əsrlərlə formalaşmış adətlərə çevrilib günümüzə dək gəlmişdir. Bəs biz, elmli texnikalı, özümüzdən razı müasir insanlar necə? Körpəmizi şəşədən qorumalıyıqmı? Əlbəttə qorumalıyıq. Xalqın sözü yalan olmaz. Ruhi varlıqlar maşın və mexanizmlərin, enerji selinin və səs-küylü insan cəmiyyətinin çox olduğu müasir şəhər və məntəqələrə yaxınlaşmağa ehtiyat edirlər. Bu isə onların olmaması və ya öz əməllərindən əl çəkmələri demək deyildir. Xüsusən şəhərlərdən çox uzaqda yerləşən kəndlərin sakinləri daha ehtiyatlı olmalıdırlar. Analar körpələrinin paltarlarını xüsusən gecə vaxtı açıq havada asmamalı, körpəni tək və qaranlıqda qoymamalı, gecə vaxtı həyətə isti su atmamalı və ehtiyatlı davranmalıdırlar. Biz harada yaşamağımızdan asılı olmayaraq körpəmizi qorumalı, böyüklərin tövsiyələrinə və illərlə gələn adətlərimizə əməl etməli və körpələrlə birlikdə çox dəyərli adət-ənənələrimizi də qorumalıyıq.